Tikintinin, inşaatın təməli möhkəm olmalıdır deyirik, lakin bir çox hallarda o təməli qoyanların işə götürənlə bağladığı müqavilələr heç bir zəmanəti olmayan söz yığınına bənzəyir. Ortada rəsmi sənəd yoxdursa, deməli qanun qarşısında siz də yoxsuz. Nə əzədə alanda sığortanız işə yarayacaq, nə də haqqınız tapdananda qapısını döyə biləcəyiniz bir məhkəmə olacaq. Əməkdaşımız Gündüz Vaqifoğlu qaranlıq məqamlara işıq tutmağa çalışıb. Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması üçün 9 il öncə yaradılan əmək münasibətlərinin monitorinqi mərkəzi bəzi qanunsuzluqları ortaya çıxarıb. Bakı şəhərində 380 monitorinq səyyar yoxlama təşkil etmişdir tikinti sahəsində. Həmin yoxlamalar ərzində 13.291 nəfər yoxlanılmışdır işçi. Onlardan 1677 nəfərin müqavilə olmadan çalışdığı aşkar olunmuşdur. Tikinti şirkətlərinin bilərəkdən etdiyi bu qanunsuzluq çox sayda insanın əmək hüquqlarını pozur ki, bu da gələcəkdə onların sosial təminatlardan yararlanmalarına imkan vermir. Gələcəkdə həmin işdə işləyən əməkdaşların pensiya təminatına, yığım kapitalına və pensiya stajına azalmasına və ya ləğv edilməsina ciddi təsir edə bilər. Problem təkcə bununla yekunlaşmır. Müqaviləsiz çalışan işçilərin sığortası məsələsi də həll olunmur. Və tikinti sahəsi çox təhlükəli bir sahə olduğundan, orada bir qəza baş verəndə, işçilərlə bağlı hansısa bir xoşagəlməz hadisə baş verəndə onların sığortası da olmadığından onların müalicəsi belə dövlət tərəfindən, yəni sığorta fondu tərəfindən qarşılanmır. Onun özü də belə ciddi bir problemdir. Bu da mövcud qanunvericiliyə görə yol verilməz hesab edilir. Bu faktlar üzrə də aidiyyatı orqanlara məsuliyyət tədbirlərinin görülməsindən bağlı materiallar göndərilmişdir. Maraqlıdır, bəs işə götürənləri bu cür qanun pozuntusuna nə vadar edir? Əsas səbəb təbii ki, əlavə yüklərin yaranmasıdır. Çünki işçi işə götürərkən, işə götürən onun vergisini də nəzərə alaraq əmək haqqını ödəyir rəsmiləşdirəndə. Bundan başqa işsizliyin sığorta fonduna, tibbi sığorta fonduna da əlavə ödənişlər var. 3% əmək haqqından gəlir vergisi olur. Son yanvarın 1-dən bəri vergilərin artması. Ona görə də çox zaman işə götürən və işçi öz aralarında anlaşırlar. İqtisadçılar qeyd edirlər ki, hazırda bu problem dünyanın bir çox inkişaf etmiş ölkələrində də yaşanır. Hətta Avropanın özündə 10%-dən çox qeydiyyatssız iş yerləri mövcuddur. Natiq Cəfərlinin sözlərinə görə bu problemin qarşısını bir dəfəlik almaq üçün ciddi nəzarət tədbirləri ilə yanaşı işə götürənlər üçün vergi məsələlərində müxtəlif güzəştlər də edilməlidir. Əks halda təkcə nəzarət mexanizmi ciddi effekt verməyəcək. Gündüz Vaqifoğlu, Paşa Paşayev, Ləman Bayramlı, İTV Xəbər.